Bismillahirrahmanirrahim. Sual olunur, bəylərlə xanımların dəstəmazının fərqi nədir? Cavab bundan ibarətdir ki, vacib hökmlər baxımından bəylərlə xanımların dəstəmazında heç bir fərq yoxdur. Yəni, həm bəylərə, həm xanımlara vacibdir ki, birinci yüzlərini yusunlar, sonra sağ əllərini, sonra sol əllərini, sonra başlarına və ayaqlarına məhz çəksinlər. Amma müstəhəbbidir ki, qadınlar dəstəmaz aldığı zaman müstəhəbdir həm sağ əllərini, həm sol əllərini yuduqları zaman içəri tərəfdən başlasınlar, əlin iç hissəsindən başlasınlar. Amma bəylərə müstəhəbbidir ki, həm sağ əllərini, həm sol əllərini yuduqda əllərin çöl tərəfindən başlasınlar. Mən bunu əməli bir şəkildə göstərmək istəyirəm. Məsələn, birinci üzlərini yuyacaqlar. Təbii ki, tük bitən hissədən aşağı tərəfə. Yuduqdan sonra xanımlara müstəhəbbidir ki, əllərini yuduqları zaman suyu, diqqət edin, içəri tərəfdən töksünlər və başlasınlar yumağa. Diqqət elədir, içəri tərəfdən. Və eyni zamanda sol əldə də bu şəkildədir. Sol əllərində yuduqları zaman müstəhəbbidir ki, iç tərəfdən suyu töksünlər və əllərini yusunlar. Amma bəylərə müstəhəbbidir ki, əllərin yuduqları zaman əllərinin çöl hissəsindən, diqqət edin, bu hissədən töküb yusunlar. Və eyni zamanda sol əldə də bu şəkildədir. Əlin çöl hissəsindən yuxarıdan töküb ta aşağı istiqamətə yusunlar. Vəssalamu aleykum və rəhmətullah.